Salam, hörmətli millət vəkilləri. Milli Məclisin növbəti iclası açıq elan olunur. Azərbaycan Respublikasının prezidenti əyləşin. Azərbaycan Respublikasının prezidenti cənab əyləşin deyirəm. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bir dəqiqə imkan verin sözümü axıra qədər deyim də əyləşin. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dedim axıra qədər qulaq asın. Oktay müəllim, hər ehtimala qarşı durdum, kameralar çəkir axı. Əyləşin gerimizə. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bugünkü iclasda iştirak eləməyəcək. Amma bugünkü iclasda Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan çıxış eləyəcək. Gəlir qulaq asarıq ona. Hamı yerindədir. İndi yoxlayarıq. Rasim Musabəyov. Buradayam. Qüdrət Həsənquliyev. Buradayam. Siyavuş Novruzov. Ben buradayım. Siyavuş müəllim, niyə geciktiniz? Düz 2 saatdir burada yazı yazıram. Sərdən mənə cavab verən yoxdur. Siz orada niyə yazı yazırsınız? Şimdi hamı Twitter'da yazsın. Mən dedim bir iki kəlmə Twitter'da yazıram. Siyavuş müəllim, Twitter'da yox, Twitter'da. Əyləşin. Onda icazə verin gelin kotletimi yiyeyim. Nə katlet? Kotlet molotov. Siyavuş müəllim, katlet yox, kokteyl molotova. Əyləşin. Əyləşin, əyləşin. Fuad Muradov. Buradayam. İqbal Ağazadə. Buradayam. Zahid Oruc. Bir mənalı buradayım. Mikhail Zabelin. Я здесь, ваше высочество! Простите, Oktay müəllim. Agil Abbas. Bardadır. Necə yəni bardadır? Hansı barda? Oktay mən barda yox, bərdə. А Михаил, тебе сколько раз можно говорить? Не барда, а бərdə. Dedə mi? Çox sağ olun. Həfsənim yox, dedə. Əyləşin. Töhmət. Asim Mollazadə. Yoxdur. Töhmət. Səməd Seyidov. Yoxdur. Töhmət. Qəndirə Paşayeva. Yoxdur. Töhmət. Mehriban Əliyeva. Yoxdur. Oktay müəllim, Töhmət. Oktay müəllim. Müəllim. Mehriban Əliyeva yoxdur. Yoxdur. Yoxdur onun kimi gözəl deputat. Kollegalar, əyləşin.